Deməli, son dəfə biz 125-ci tapşırıqda qalmışdıq. 125-ci tapşırıqda deyilir ki, klaviaturadan daxil edilmiş n tək ədədi üçün S-ə cəmlənib cəmini hesablayan proqramı Python dilində yazın. Deməli, tapşırıqda görünür ki, n-in qiyməti 3-dən böyük olmalıdır və bunu biz dövrə salmalıyıq. Deməli, ilk növbədə yazırıq. N-imizə biz bir ədəd tipindən ədəd mənimsətmək üçün yazırıq input daxil etmək üçündür. Sonra S-i cəmlədiyi üçün ilk növbədə S-in qiyməti olacaq bizdə 0. Daha sonra isə biz həmən bu yazdığımız n qiymətini dövrə salmalıyıq. Deməli, for i in range. Deməli, bizdə baxırıq ki, S-in qiyməti 3-dən başlayır və n-ə qədər davam edir və burada biz görürük ki, 2-2 davam edir. Yəni, 3, 5, 7, 2 dənə artmaqla cəmlənərək bu davam edir. Ona görə yazırıq 3-dən başlayırıq. Nə oldu buna? Tezdən yazaq. Deməli, bir dənə artıq oldu. 3-dən başlayır, n-ə qədər, yəni n üstə gəl 1 və 2-2 davam edəcək. 2-2. Sonra qoşa nöqtəni qoyub düşürük aşağı. Burada biz S-ə cəmləyəcəyik. S plus bərabərdir. Nəyi? Deməli, i-ni. Lakin burada biz görürük ki, i-nin qiyməti bir dəfə, ilk dəfə olur, deməli, müsbət, sonra olur mənfi. Bir dəfə müsbət, sonra olur mənfi. Ona görə də biz burada nə etməliyik? Biz əvvəldə götürürük, bura bir m yazırıq, onun qiyməti olur 1. Düzdürmü? Sonra həmən m-i vururuq i-yə. Nəyə görə? Növbəti dəfə m-in qiymətini biz edirik mənfi. Yəni m vurulsun bərabərdir mənfi 1. Yəni, ilk növbədə bizdə fikir verin 3 olacaqsa qiymət, 2 dənə artdı, oldu 5. 5-i artıq biz növbəti dəfə m-in qiyməti mənfidir. Mənfi 5 üzərinə gəlir. Yəni, 3 çıxılsın mənfi 5. Mənfi 1 olanda m-in qiyməti, mənfi 1-i mənfi 1-ə vururuq, olur müsbət 1 və növbəti dəfə artıq 7 olanda i-nin qiyməti. i-ni 1-ə vurur, mənfi 1-ə vurmur. Və beləliklə də biz tapşırıqdan yerinə yetirmiş oluruq. Bir dənə sonda qalır həmən S-i çap etmək. Print S. Bəli, indi bura biz məsəl üçün bir deməli proqramı işə salsaq, burada run edirəm, necə 10 yazıram. Yekunda bizə mənfi 4 cavabını verdi. Keçək növbəti tapşırığa. Deməli, buranı təmizləyim. 126-cı tapşırıqda deyilir ki, bütün 3 rəqəmli natural ədədlərin bütün 3 rəqəmli natural ədədlər arasında hər bir rəqəmi 3-ə tam bölünən ədədlərin sayını çap edən proqram Python dilində yazın. Deməli, bizə say lazımdır, düzdürmü? Bu artıq bizdə burada heç nə daxil etməyəcək. Çünki artıq bizə deyilib ki, yəni hansı intervalda olan ədədlər artıq bizə istəyir də bu. Yəni daxil etməyə ehtiyac yoxdur. Ona görə biz öncədən sayın qiyməti bizdə 0-dır və dövr üzrə biz 3 rəqəmli ədədləri götürməliyik. I in range 3 rəqəmli ədədlər başlayır 100-dən, bitir 1000-də. 100-dən başlayır, 1000-də bitir. Və burada biz nə edirik? Deməli, ilk növbədə birinci 3 rəqəmli ədədin birinci rəqəmini götürməliyik. Biz i-ni 100-ə bölüb tam olaraq 100-ə bölməliyik. Yəni, mənimsədirik m-ə. M bərabər olacaq i-ni tam olaraq 100-ə böləndə, məsəl üçün, götürək 100 ədəddə, 100-ü 100-ə böləndə tam olaraq 1 düşür. M-ə mənimsədirəm 1. Bu
bərabərliyi mənimsədirəm emək. Çünki mən istəyirəm tapım ki, birinci rəqəm müsbətdir yoxsa mənfidir. Daha sonra isə biz nə edirik? Biz ikinci rəqəmi tapmalıyıq. İkinci rəqəmi necə tapırıq? İni biz qalığını tapmalıyıq da. Yəni ona bölünəndə qalığı nə edirsə, biz daha doğrusu sonuncu rəqəmi tapmaq üçün. Sonuncu rəqəmi tapmaq üçün ini ona böləndə nə edirsə, o sonuncu rəqəmi bizə verir. Məsəl üçün 112. 112-ni ona böləndə qalıq eləyir 2. Bu bizim sonuncu rəqəmimizdir. Bunu da biz mənimsədək olsun bu n hərfi. N hərfinə mənimsədək. Daha sonra orta rəqəmi tapmaq üçünsə, orta rəqəmi s bərabər olacaq. S-ə bərabər edək. Deməli, əvvəlcə biz ona tam olaraq bölürük i-ni. I-ni tam olaraq bölürük ona. Məsəl üçün 116-dırsa, bunu ona tam olaraq böləndə tam hissə olacaq bizdə 11, düzdürmü? Sonra isə 11-in ona qalığı isə bizə verəcək 1-i. 11%10. Yəni bu yazı bizə orta rəqəmi verir. Bunu hətta mən deyərdim ki, əzbərləmək üçün yaxşı olar. Deməli 3 rəqəmli ona bölürük, alırıq 2 rəqəmlini. Sonra isə buradan biz faiz ona yazanda biz alacağıq buradan 2 rəqəmlinin sonuncu rəqəmini. Və beləliklə biz orta rəqəmi tapmış oluruq. Daha sonra isə bizə deyir ki, hər bir rəqəmi 3-ə tam bölünən ədədlərin sayını istəyir də. Ona görə də şərtimizi yazır. If m faiz 3 bərabər 0-dırsa, sonra həmçinin digərləri n faiz 3 bərabər 0-dırsa, and yazmaq lazımdır burada. And. Biraz böyüdüm. Daha sonra and s faiz 3 bərabər 0-dırsa. Bu halda nə edəcək? 2 nöqtə yaddan çıxdı. 2 nöqtə düşdü aşağı. Say bir vahid artır. Və nəticədə bizə çap eləsin. Say. Print. Say. İndi gəlin baxaq. Mən indi proqramı işə salan kimi bizə deməli bu eləyəcək. Həmən 3 rəqəmli ədədlərin hansı ki rəqəmlərin 3-ə bölünənlərin sayını bizə verəcək. Baxaq. 48 dənə. Əgər misal üçün bizdə olsaydı 150-dən 1000 olmasın 900-ə kimi. 900. Bu halda 32-dən. Beləliklə biz şərtləri dəyişərək eyni tapşırığı müxtəlif formalarda yerinə yetirə bilərik. Keçək növbəti suala. Deməli 127-ci sual. Buranı təmizləyək. Bütün 4 rəqəmli natural ədədlər arasında hər bir rəqəmi tək olan ədədlərin cəmini çap edən proqramı Python dilində yazıb. Burada da yenə bayaqki kimi bizdə heç bir şey daxil etmək istəmir. Sadəcə olaraq cəm istəyir. Ona görə biz cəmi öncədən qeyd edirik. Cəm öncədən bizdə 0-dır. Sonra dövrdə isə 4 rəqəmləri yenə də for i in range 4 rəqəmlilər başlayır 100-dən, yox 1000-dən 10.000-ə kimi 2 nöqtəmizi qoyuruq və başlayırıq yenə əvvəlki qaydada rəqəmləri ayırmağa. Deməli ilk rəqəmi ayırmaq üçün biz i-ni
Tam olaraq bölməliyik 1000-ə. Bunu deyək ki, mənimsədək biz bunu bu dəfə mənimsədək q hərfinə. Düzdürmü? Sonra isə biz i-ni deməli əvvəldən orta soldan ikinci rəqəmi seçsək, soldan olacaq i-ni böləcək mötərizədə olmalıdır bu. Mötərizədə olmalıdır. I-ni tam olaraq bölürük 100-ə. Bunu da ona qalğını tapırıq ki, soldan orta rəqəmi tapaq. Bu da olsun bizdə W. Düzdürmü? Mənimsədək W-ya. Və ortada sağdakı rəqəmi tapmaq üçün deməli, bu dəfə i-ni biz böləcəyik 10-a və ona qalığı tapacağıq. Deməli, birinci gəlir, soldan hesablayanda bu birincidir, bu ikincidir, bu da üçüncü rəqəmdir. Bu olsun bizdə E hərfinə mənimsədək. Yəni, istənilən hərfə mənimsətmək olar, bu önəmli deyil. Və sonuncu rəqəm də bizcə bir artıq bilirik ki, i-ni, i faiz 10, bu bizdə sonuncu rəqəmdir. Bu da olsun R hərfi. Mənimsətdik R-ya. Və bizdən nə istəyir bu? Deməli, istəyir ki, hər bir rəqəmi tək olan rəqəmlərin cəmini. Bizdə deməli tapmalıyıq, şərtimizdə nə qeyd etməliyik? Şərtimizdə qeyd etməliyik ki, bir dənə aşağı düşüm. If deməli G əgər faiz 2 nida 0 deyilsə, yəni ki, qalıq 0 deyilsə, tək ədəddirsə və yaxud da ki, bərabərdir 1 yaza bilərəm. 2-yə bölünəndə qalıq 1 alınırsa, bu deməli tək ədəddir. Bizdən istəyir ki, hər bir rəqəmi tək olan. Aha. Digərlərinə də bunu tətbiq edirik. W faiz 2 bərabər 1 and deməli E hərfi E-ni faiz 2 bərabərdir 1-ə. Buradan belə işarə qoymaqla mən aşağı düşə bilərəm. Deməli, and sonuncu olaraq and deməli R hərfi qaldı bizdə. R faiz 2 bərabər 1. Yazdıq hamısını. 2 nöqtə düşdü aşağı. Burada cəmi. Cəm üstə gəl bərabərdir 1. Yəni i üstə gəl i. Yəni i'ləri cəmləyir də bu. Hansı ki biz şərtə uyğundursa, o həmən ədədləri cəmləyəcək. Deməli, sonda da çap edirik. Print i. Print cəm. Heç nə. Qalır bir dənə proqramı işə salmaq. Artıq özü burada biz üçün tapacaq. Run edirik. Bu qədər. Cəmlədi. İləri cəmlədi bu. Deməli, 1000 və 10.000 arası bütün rəqəmləri tək olan ədədləri cəmlədi və 3.471.875 ədədini aldı. Bu qədər. Yenə də burada əgər biz dəyişsəydik 4 rəqəmini istəyir də bu. 4 rəqəmli istəyir. Deyək ki, bu 90.000 olsaydı.
Burada artıq başqa rəqəm olacaqdı. Bu əgər 5000-dən başlasaydı, 5000 9000 arası. Burada başqa rəqəm olacaqdı. Belə. Keçək növbəti tapşırığa. 128-ci tapşırıq. Buranı təmizləyək. Qədərdir? 15 dəqiqə. 128-ci tapşırıq. Mən özüm qısa-qısa videolar çəkirəm ki, bezməyəsiz də. Yəni, baxasız, sonra növbəti videoda davam edirəm. 128-ci videoda klaviaturadan daxil edilmiş natural ədədin ən kiçik tək rəqəmini çap edən proqramı. Yəni, biz burada tapmalıyıq ki, burada artıq nümunədə göstərilib. Yəni, girişə verilir belə bir rəqəm. Bu rəqəm, bu ədəd verilir. Bu ədədin rəqəmləri içərisində ən kiçik rəqəm hansıdırsa və yaxud varsa, ən kiçik tək rəqəmi çap edən. Məsəl üçün, ikinci ədəddə tək rəqəm yoxdur da. Ona görə yazıb ki, ədəddə tək rəqəm yoxdur. Üçüncüdə 5-dir, birincidə 1-dir. O belə. Başlayaq yazmağa. İlk növbədə biz ədəd daxil edəcəyik sətir tipində. N bərabərdir input. Niyə görə sətir tipində? Çünki biz onu yoxlamalıyıq hər bir rəqəmini. Ona görə biz sətir tipində tapmalıyıq. Sonra for in n. Düzdürmü? Deməli, i-ni biz edirik ədəd. Int i. Sonra deyir ki, bu ədəd tək olmalıdır. If i faiz 2 bərabər 1-dirsə və deyir ki, bu ədədin içərisində rəqəmləri içərisində ən kiçik olmalıdır, düzdürmü? Ona görə biz bir ədəd təyin etməliyik ki, bütün ədədlər ondan kiçik olsun və hər dəfə bu yoxlaya gedərək sonda ən kiçiyini tapsın. Ona görə də biz böyük bir rəqəm seçək. Ən böyük rəqəm tutaq ki, 10-dur. Çünki rəqəmlərin ən böyüyü 9-dur, düzdürmü? Və bu ədəddən kiçik olduqca, hər dəfə kiçiyini seçdikcə bu ədədə bərabər edəcək. Yəni, i olacaq əgər i həmən rəqəm, ədədin içindəki rəqəm bundan kiçikdirsə, o zaman mini bərabər olsun həmən rəqəmə. Və belə yoxlaya ədədin rəqəmləri içərisində ən kiçiyini seçəcək. Sonra isə şərtimizi deyirik ki, sonda. Əgər mini ona bərabərdirsə, deməli, yoxdur da belə bir ədəd. Belə bir ədəd yoxdur. Ədəddə tək rəqəm yoxdur. Ədəddə tək rəqəm yoxdur. Əks halda həmən bizim tapdığımız tək rəqəmi çap etsin. Mini. Gəlin proqramı işə salaq və yoxlayaq. Run edirik. Nümunədə göstərdiyi kimi 240, 135-də 240, 135 daxil etdik. Burada mən yenidən çap edirik. Üzr istəyirəm. 240, 135 1-dir. Tapşırıqda göstərdi ki, 1-dir. İndi. Fikir verin, burada
niyə görə biz mini 10-a bərabərdir? Ona görə ki, burada şərtin axı and operatoru olanda şərtin hər iki tərəfi ödənməlidir. Düzdürmü? Əgər biz indi növbəti ədədi daxil edirik. 222 400 222 222 46. Burada deməli sol tərəf ödənməyəcək. Çünki tək ədəd yoxdur. Ona görə də bizə çap verəcək ədəddə tək rəqəm yoxdur. Enter basıram, ədəddə tək rəqəm yoxdur. Və üçüncü nümunəni də daxil edək. 685 597 daxil edirəm. Burada da ən kiçik rəqəmi 5 olaraq tapdı. Keçək 129-cu suala. Bu da maraqlı sualdır. Deməli, 16-lıq say sistemində klaviaturadan daxil edilən 16-lıq say sistemində olan natural ədədi onluq say sisteminə çevirib çap edən proqramı Python dilində yazın. Deməli, biz bilirik ki, 16-lıq say sistemi tək rəqəmlərdən yox, həm də hərflərdən ibarətdir. Ona görə də biz nə etməliyik? Yazırıq, deməli, n bərabərdir input. Yəni, bir ədəd daxil etdik. İndi biz hərfləri çap edəndə, hərflər daxil etsək əgər, həmən hərfləri uyğun olaraq 16-lıq say sisteminə aid olan rəqəm kimi qəbul etmək üçün biz bunu set formasında yazmalıyıq. Yəni, yazırıq hex bərabər olacaq. Deməli, sistem içərisində, yəni əgər A daxil edilsə, bunu 10 kimi qəbul eləsin. Ona görə də biz fikir versiniz, bu böyük hərflərdir axı, düzdürmü? Əgər biz daxil edəndə kiçik hərf yazsaq belə, onu böyük hərf kimi qəbul etməsi üçün biz əvvəlcədən buna upper funksiyasını metodunu əlavə edirik ki, öncədən, yəni əgər daxil edəndə kiçik A hərfi yazsaq, bunu böyük kimi qəbul etsin və çevirsin 10-a. Və uyğun olaraq digər hərflərdə B-ni olacaq bizdə 2.11. Deməli, C olacaq bizdə 2.12. D olacaq bizdə 2.13. E olacaq bizdə 2.14 və F qaldı. F olacaq bizdə 2.15. Sonra deməli, klaviaturun daxil olan say sisteminə çevirib çap edən. Say sisteminə çevirib çap edən. Düzdürmü? İndi biz bunu dövrə salırıq. Dövrə salanda da biz nə etməliyik? Biz rəqəmi, deməli, əvvəldən başlamaq üçün, yəni, məsəl üçün, götürürük 1236 ədəddə, düzdürmü? Bu 1236 ədədini biz 16-lıq say sistemində verilib də bu. 16-lıq say sistemində məsələn, yox, götürək, tapşırıqda necədir? A, 2 dənə A var, düzdürmü? 2 dənə A var. Bunu biz 16-lıqdan 10-luq say sisteminə çevirmək üçün, deməli, 10 üstü 0 vururuq 16-ya. Üzərinə gəlirik, yəni sağdan başlayırıq da hesablamaya, yəni soldan başlamaq. Sağdan başladığımıza görə biz həmən ədədi çevirib hesablamalıyıq. Dövrə salanda çevirməliyik. Ona görə də
dövrə salanda for i in range ədədi çeviririk. Range yox, n. N-in içərisində yəni həmin bu daxil etdiyimiz n əksinə hesablayacaq. Əksinə olaraq başlayacaq hesablamağa. Deməli, 2 nöqtə if i in hex, yəni bu hərflərdən biridirsə, neynəsin? Deməli, yazaq rəqəm olacaq da, biz rəqəmə çeviririk. Rəqəm bərabər olsun hexin inincisine. Əks halda else. Əks halda rəqəm bizdə int olsun da. Ədəd olsun. Ədəd tipindən olsun. Çünki biz daxil etdiyimiz sətir tipindəndir. Və nə edəcək bu? Hər dəfə 16-ın qüvvəti formasında toplamalıdır. Ona görə də biz əvəzədən bir s təyin etməliyik. S-imiz olsun 0. Deməli, buradan olacaq s üzərinə gəlirik. Deməli, rəqəmi vurulsun 16 üstü bir ədəd təyin etdi. Rəqəm təyin etməliyik də. Rəqəmimizi də biz yenə də əvvəlcədən təyin edək. Olsun, bu da x bərabərdir 0-a. Deməli, olacaq ilk növbədə 16 üstü 0. 16 üstü 0. Sonra x-i hər dövrdə bir vahid artırırıq. Sonda isə s-i çap edirik. Print s. Bəli, indi nümunəyə baxaq. Yazılıb A və A. Run edirik. Balaca hərfinə A yazıram da, düzdürmü? Çevirəcək böyük A-ya, sonra onu rəqəmə çevirəcək. Enter daxil edirəm. 20 cavabı verdi. Əslində 170 olmalıdır. Nəyə görə? Çünki mən s-i burada cəmləmişəm. Rəqəmi dəqiqə mən neyi səhv elədim? A-ya 16 10, 20 olmalıdır. Mən 16 üstü 0 yazmışam burada. 16x olmalıdır. Üzr istəyirəm. Aşağıda mən burada 16 burada 0 yazmışdım. Burada x olmalıdır. Run edirik. A yazırıq. 170 oldu. Deməli 10 yazıram. 16 oldu. 2B yazıram və yaxud da böyük hərflə B yazıram. 43 oldu. Məsəl üçün 1, 2, 3, 4 6500 yəni çevirir. Bütün 16 say sistemində olan ədədləri onluq say sisteminə çevirdik. Bu da oldu bizim 129-cu tapşırığımız. 130-u da eləyək. Sonra qalsın növbəti video. Deməli 130 buranı təmizləyək. Buranı təmizləyirik. 130-cu tapşırığımız nə deyir? Klaviaturadan 8-li say sistemində daxil edilmiş natural ədəd onluq say sisteminə çevirib çap edən proqramı yazın. Yazaq. Klaviaturadan daxil 8-li say sistemində daxil edilmiş natural ədəd yazaq. Daxil etdiyi bir dənə natural ədəd tutaq ki.
Bunu biz 8'lik say sisteminə daxil edilib onluq say sisteminə çevirməliyik də. Yəni əvvəlki qaydada olacaq yenə də. Əvvəlki qaydada. Deməli cəmləməyəndə biz S-imiz 0 olacaq. Qüvvətimiz də öncədən 0-dır. Bunu da biz yəni əks halda, yəni əks yəni sağdan sola hesabladığımıza görə for I in n əksinə çeviririk rəqəmi, ədədi. Əksinə çevirib hesablayırıq. I-ni eləyirik ədəd tipindən edirik və S-imiz cəmlənəcək. I vurulsun 8 üstü x-ə. Qüvvət x. X-i də bir vahid artırırıq. X üstə gəl bərabərdir 1. Sonda da biz çap edirik S-imizi. Print S. Burada deməli hərf olmadığına görə belə asan başa gəldi bizə. Deməli nümunə yoxdur burada. Tutaq ki biz götürək 100. 100 olacaq 64. Bilirik də, çünki 8-in kvadratı 64-dür, qalan hərf rəqəmlər 0 olduğu üçün bu 64 olacaq. Misal üçün 3 dənə 1 olacaq 73. Deməli 64 üstə gəl 8 üstə gəl 1. 9 da 64 üstə gəl 9 73. Lakin ən belə tənbəlvari, ən asan yollarından biri hansı ki deməli 8'lik say sisteminə bu Python asanlaşdırmaq üçün biz üçün deməli hazır funksiya verib. Bu da nədir? Deməli n input yazandan sonra, n bərabərdir input yazandan sonra printin içinə int n-i yazırıq və hansı say sisteminə məsələn çevirmək istəyirsənədir. Deyirsən ki, məsələn 8'lik say sisteminə çevirir. Heç nəsə bəsdir. Özü çevirəcək. Run edirsən, məsələn 100 yazırsan, elədi 64. 111, 73. 16'lıq say sisteminə çevirmək istəyirsən, problem yoxdur. Yazırsan 100. Elədi 256. Yazırsan 1000. Elədi 4090. Yəni çevirir 16'lıq say sisteminə. Belə. Bu qədər. Növbəti videoda inşallah 131-ci sualdan davam edəcəyik. Hər kəsə təşəkkür edirəm diqqətiniz üçün. Sağ olun.